Salam dostlar. Bugün sizler üçün qumarbaz İlham Əliyevin növbəti yalanının üstünü açacağam. Və görün qumarbaz İlham Əliyev xalqı necə aldadır. Deməli dostlar, bildiyimiz kimi 27 oktyabrda Pampers'te gəzən Ramiz Mehdiyevin Putin'e yazdığı məktub paylaşıldı. Güya ki Ramiz Mehdiyev Putin'e yazdığı məktubla ölkədə çevriliş etmək istəyibmiş. Hə, indi görün hakimiyyət xalqımızı sizləri necə aldadır. Deyək ki, bu məktub yerinə işəyən Ramiz Mehdiyevə aiddir. Bəs hanı məktubda Ramiz Mehdiyevin imzası? Hanı məktubda tarix? Hanı məktubda Ramiz Mehdiyevin möhrü? Baxın dostlar, bir neçə gün öncə deputat Fəzail Ağamalı'nın Ramiz Mehdiyevə yazdığı məktub paylaşıldı. Həmin məktubda Fəzail Ağamalının imzası, tarixi, möhrü var idi. Adicə süpürgəçi işinə girmək üçün ərizə yazanda imza, tarix qoyursan. Qaldı ki Ramiz o boyda Rusiyanın prezidenti Vladimir Putin'e məktub yaza, imzası, möhrü, tarixi olmaya. Sadəcə bu xalqımızı aldatmaq üçün şoudur. İlham Əliyev özü evdə oturub kompüterdə yazıb bu yazıları və medyada paylaşdırır. Cəmaatın başını qatsın. Bu Ramiz Mehriban və İlham Əliyevin şousudur. Baş qatırlar, ölkədəki qiymət artımı, maaşların kəsilməsi, vergilərin artması, sərhədlərin açılmaması xalqın yadına düşməsin. Biz sizlərə sadəcə həqiqətləri deyirik. Sizlərdən təkcə istədiyimiz bizim çıxışları bəyənin, paylaşın. Çox insan məlumatlı olsun.